Salam dəyərli tələbələrim. Bu günlər sizlərlə icmaldan mənə atdığınız şəkillərə bir-bir baxacağıq və aralarda həqiqətən çox bəyəndiklərim var idi. İndi ekranı tam formada sizin şəkillərinizlə bəzəyək və növbə-növbə hər birinin necə olduğunu, necə işlərdən, necə texnikalardan istifadə etdiklərini və bir neçə məsləhətlər də verəcəm. Həqiqətən aralarında çox qəşəng işləyənlər var. Yəni onun üstünə biraz da qoyub daha da gözəl yerlərə gəlmək mümkündür. Gəlin çox da videonu uzatmayaq, ən gözəl hissəyə keçək. Bəli, ilk rəsmimiz budur və burada qeyd edeyim ki, bu həmin dostumuzun rəsm kanalı var, Rəsm Dünyam adlı. Abunə olmağı unutmayın. Həqiqətən belə işlər, rəssamlığa həvəsi olan insanlar görüb dəstək olmaq tam fərqli bir şeydir uşaqlar. Çünki bir sözlə zərgərin qədrini zərgər bilər. Burada işini naturalda müstəvi üzərində düzgün yerləşdirib və digər bir YouTube kanalımız ki var, dostumuzun. Yəni incəsənət dostumuzun bölüşü. Mən özüm də abunə olmuşam hər ikisinə də. Və burada da əl işlərini də görəcəksiniz. Və həqiqətən ən çox bəyəndiyim işlər də var idi. Yəni burada belli el işi çəkmişdi. Həmçinin digər rəssam dünyası kanalında da və bax həmin bu işlərdən də biri də bunlardır. Yəni burada da qəşəngdir, səsin effektivi, kütləliyi maraqlı formada göstərib. Həmin notalar daha da çox olsa wow görsənəcəkdir. Yəni bu iş də pisdir, qəşəngdir. Mən bu rəssamın əl işində nədən xoşum gəlir? Hər şeyi müstəvi üzərində düzgün yerləşdirməyə fokuslanır. Çünki əsas uşaqlar budur. Havada işiniz görsənməsin. Və bu uşağımız da, tələbəmiz də mənə bunu Instagramdan atıb. Mən xoşuma gəldi. Yəqin rəssamlığa gedir. Çünki naturmortdan başlayıb. Uşaqlar, naturmort rəssamlığın elə bir əlifbasıdır. Siz yazı yazmağı necə öyrənirsiniz? Hərf-bə-hərf öyrənirsiniz, elə deyilmi? Baxın, rəssamlıq da məhz budur, naturmort. Həmin bu gördüyümüz sadə şeylər, sadə elementləri köçürmə qabiliyyətini inkişaf elətdirmək tam budur. Mən bu işində tonlamanı çox bəyəndim. Xoş pis deyil, yəni. Burada da məsələn qəşəngdir, sadəcə fəzlə figurlarını biraz tünd ştrixləyib, amma pis deyil. Yəni bu artıq bilinir ki, bu uşaq öyrənir. Yəni o öyrənmə mərhələsində olanda istiqamət düzgün verilməlidir. Parçanın ştrixlənməsinə biraz da fikir ver. Belə fəzlə figuru qablar maraqlı qalır. Biraz əyrili olsa da yaxşı bir işə görsənir. Amma burada ümumiyyətlə antik baş heykəlin işlənməsinə tələsmə qətiyyən. Birinci naturadan qab-qacağı olsun, bu həmin figurlar olsun, fəzlə figurları mükəmməl formada öyrən, sonra bunları keç. Bunları keçməzdən əvvəl hissələri çəkməyi öyrən. Amma pis deyil, yenə də ilk işdir. Bu uşağımız da mənə bunu TikTokdan atmışdı. Çalışın uşaqlar YouTube kanalı icmalından atın, qoy hamısını aydın formada görə bilin. Bu işimi çox bəyəndim. Əslində bu ağız hissəsi maraqlı görsən, yəni həqiqətən üzərinə get, daha da yaxşı bir şeylər çıxacaq səndən. Afərin sənə. Bu işimizdə də çox maraqlıdır. Yəqin akvarellə quaşı birləşdirib. Həqiqətən çox bəyəndim. Deyir ki, necədir? Əlbəttə ki, qəşəngdir. Həqiqətən belədir. Davam elə, çox şirin, gözəl. Bir dənə də gül işi işləmişdi. Bir də onu da göstərim sizə. Gül də çox qəşəngdir. Baxın, çox rənglərin softluğu, təmizliyi. Baxın uşaqlar, belə işləri tez-tez atın ki, başqaları da görsün, ruhlansın, həvəslənsin. Yəni həqiqətən afərin, afərin həqiqətən bir sözlə. Bu işimizdə də bunu da öz tərzində çəkib. Yəni öz stili, öz stilini yaratmaq. Baxın, bu uşaqlar həmin burada rəssam dünyasında da o həmin tələbədə, həmin rəssam da öz stilində işləmişdi. Baxın, burada da bunu da işləyib. Çox qəşəngdir. Maraqlı işləyib, gözləri xoşuma gəldi. Amma biraz tonlamaya da fikir versən, o dərinliyi versən, daha da qəşəng iş görsənəcək. Ümumiyyətlə, anime tipli şəkillər çəkəndə ola biraz fərqli olur. Bu iş də qəşəng, maraqlı görsənir. Biraz da qorxuludur, amma maraqlıdır. Biraz da tonlamaya fikir versən, iş lap yaxşı olur. Burada isə yarımçıq bir dənə iş görürəm. Yarımçıqdır, amma pis deyil. Biraz da getsən, tam hazır işləyə biləcəksən. Evdə avqustda işləyir. Burada da kəllə. Baxın, biraz karandaşla sıxsan, işin tam aydın görsənəcək. Foto ilə kameradan çəkib tam da aydın seçə bilmirəm. Amma görürəm ki, şilaypalı bir kəllə kimi bir şeydir. Burada da isə kəllə sümüyünü saat halına gətirib. Maraqlı ideyadır. Yəni uşaqlar belə qeyri-adi şeylər çəkməyin. Yəni burada da məsələn qəşəngdir. Sadəcə karandaşla biraz sıx ki, mən onu aydın formada görə bilim. Amma pis deyil. Yəni fərqliliklər həmişə açıq olar. Aha, ştrixi öyrənməyin ən gözəl yolu. Həmçinin bu parça eskizləri. Afərin, xoşuma gəldi. Belə şeylər çox-çox işdə. Həmçinin də naturmortdadır. İşıq kölgəni öyrənməyin ən qəşəng yolu. Və bu qızımız da
bayrama özəl çəkib. Mən çox qəşəng bəyənirəm. Öz ideyasıdırsa qəşəng. Bəzən uşaqlar Pinterestdən götürürəm. Digər hissələr, ən çox bəyəndiyiniz hissələr birləşdirin. Belə qəşəng şeylər çıxa bilər. Yəni bəyəndim. Bu da Zəfər gününə aiddir. Afərin. Afərin. Həqiqətən rənglər də qəşəngdir. Zəfər sözünün biraz əyriliyi var, amma qəşəng. İdeya çox qəşəngdir. Daha da gözəl əl işlərin olma diləyilə. Belə davam elə. Hər dəfə atın. Ha, bu da çox qəşəngdir. Xarı bülbül elə bir torpağına eyni rəngdə olub. Onu biraz canlı, belə parlaq rənglərdən istifadə et. Həqiqətən bu vətənin bu formada olmağına əsgərlərimiz, vətənimiz borcudur. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Və bu iş də qəşəngdir. Bu əl, o əlinə vuruldu. Məsələn, ürək formasına gətirib. Yəni çox qəşəng işləyib. Əslən bu əli bu formada işləmək çətindir uşaqlar. Saçları olsun, bir aktyoru da oxşatdım. Yəqin Kore'də bir hansı bir aktyor işləyib. Aha, burun. Üst burnum çox bəyəndim. Altdakı burun tam da görsənmir. Üsttəki burnun biraz bir qığırdaq olan hissə ki var. Mən ona qanat hissəsi deyirəm. Orada biri balaca da biri uzundur. Amma pis deyil. Bu işimizdə də bax əl ilk işləri olduğunu deyir. Əvvəlcədən çəkdik. Həmişə əvvəlcədən çəkdiyimiz işlərimiz bəzən çox bəyənmirik. Amma o ilk təməl olmalıdır. Belə pis deyil, amma elə bir yarımçıq işdir. Uzaqdan çəkəsən, çünki şəkil elə bir yarısı görsənmir. Burada da qız şəkli. Qızın yüzü pis deyil, sadəcə şlaypası. Şlaypa deyil əslində, kepka. Kepka hissəsi biraz fərqli görsənir. Burada da qızımız, aha, maskası da biraz böyükdür, amma qəşəng görsənir. Şəkillər biraz fırlatmışam uşaqlarda. İstəyirəm ki, uşaqların adları da görsənsin. Ay da bu pişik çox şirindir. Gözü biri balacadır, biri böyükdür, amma tonlamaya biraz da fikir versən, o həmin nüans heç görsənməyəcək o qədər də. Amma maraqlı görsənir. Ağzı çox şirindir. Ay da bu da addımlayan formada. Uşaqlar, mən belə işləri görəndə öz ilk uşaqlıq işlərimi yadıma düşür. Ona görə biraz adam kövrəlir. Bu iş də biraz fərqlidir. Biraz qorxulu gözləri var. Amma maraqlıdır. Həqiqətən uşaqlar çalışın öz işlərinizi qətiyyən atmayın. Hörmətsizlik etməyin öz işlərinizə. Akvarel texnikası. Bu uşağımız akvarel texnikasını öyrənir. Çətin ola bilər. Həqiqətən akvarel texnikası çox çətindir uşağa. Burada da artıq öyrənmə mərhələsidir. Çalış rəngləri bir-birinə qatanda çox da çirkli rənglər alındırma. Burada da ştrixi. Bu ştrixləyəndə çalış ortadan tündüyü çox da bilindirmə. Biraz arxaya tərəf elə. Bu ortadan yarılmış kimi görsənir. Bu məsələn burada kürək çox xoşuma gəldi. Çünki biraz bir kürək gipsdir. Gipsi elə bir dəmir kimi halına salmısan. Amma pis də biraz da yumuşalt ki, çox qəşəng olacaq. Aha, mənzərə. Mənzərədə burada havayı çox, səmanı çox bəyəndim. O günəş olsun, o günəşin istiliyi insana, necə deyim, təsvirdən təsir edir. Və bu da qəşəngdir. Yay havası. İndi havalar çox soyuqdur. Gah isti olur, gah soyuq olur, amma bu da çox qəşəngdir. Qayıqdır, sahil qırağında. Bu işi də çox bəyəndim. Əsasən hansı detayı uşaqlar? Həmin o dağlığın ürək formasını almağı çox bəyəndim. Həqiqətən qəşəng. Bu belə fərqli idi. Bu da qəşəngdir. Fərqli ideyalar. Bəlkə sizin də izləyə siz də deyirsiniz ki, hə mən də bunu çəkmək istəyirəm. Hamınızı qeyd eləyin şərtdə. Hansını bəyənmədiniz, hansını bəyəndiniz. Çalışın müəyyən çərçivə əsasında. Mən bu işi çox bəyəndim. Rəngin o tonlaması olsun. Həqiqətən çox qəşəngdir. Uşaqlar çalışsın. Kiminsə işinə mənfi və ya müsbət rəy bildirəndə 2-3 dəfə fikirləşin. Çünki qarşınızda insan pis təsir ola bilər. Bu işi mən çox bəyəndim. Özü də akvarellə işləyib. Akvarellə portretli işləmək biraz çətin olur. Çünki nədir? Akvarel sulu boya texnikasıdır və rənglər bir-birinə qatışır. Məsələn, burada mənzərədə də püstüyə qəşəngdir əslində. Biraz da dərinlik yarat. Dərinlik nə edirəm uşaqlar? İşıq, kölgə. Biraz tünddən açığa doğru. Məsələn, bu pastellə işlənilib. Və çox bəyənmişəm. Bu bəyəndiyim işlər sırasındadır və həqiqətən çox qəşəngdir və kanal sahibi olduğunu qeyd edib. Heyf indi gördüm bunu, amma digər videolarımda da öz şəkillərini atasan və kanalına paylaşsın mütləq. Çünki biz burada bir-birimizə dəstək olmalıyıq uşaqlar. Burada yazıb ki, kanalımın sahibiyəm. Bu nə qəşəng. Əksər uşaqlar burada YouTube kanalını istifadə edir və bu iş də çox qəşəngdir. Aha. Seri 5'i atır, bu da 6'ya atır. Və əlbəttə ki, seri 7'də olacaq böyük ehtimal. Uşaqlar hansı seridəyik? 6 olur, 7'dəyik. Bax necə, bu da çox şirindir. Gözlərinə bax, maraqlıdır. İmza atmısan, imza çalış, onu da karandaşına at. Çünki ruçka ilə atanda, qələmlə atanda doğrusu biraz qəribə. Məsələn, bu işdə, işıq kölgələr bunu da deyirəm uşaqlar.
dərinlik var, tündlük var. Yəni o biraz da açıq eləsən lap əla wow olacaq. Hə, bu iş də qəşəngdir. Sadəcə belə işlər çox yaxından götürmür uşaqlar, uzaqdan götürün. Ümumi komponovkaya fikir verin. Belə əslində maraqlı görsənir. Və həmçinin burada da bax naturmort. Burada daha çox tünd eləyib. Amma yenə də maraqlıdır. Burada məsələn bunu çox xoşuma gəldi. Bu üzündəki o detallar ki var, dərinliklər var. Balqabağa oxşatmaq istəyib yəqin. Onu da verib ha. Çox qəşəng. Afərin. Bu çox qəşəng uşaqlar. Bunu çox bəyəndim. İşıq gövdəsinə biraz da tündlük versə gözünün o qara bəbək hissəsində. Lap əla, lap gözəl olacaq. Afərin. Belə davam elə. Bunu da işləyib gilasa. O şey verib, o dəstək xətti var. Biraz üstündə işləsəm çox qəşəng olacaq. Mən bu işi elə bir özüm izləyirdim YouTube-dan. Əksər uşaqlar bunu çəkiblər və müqayisə ediblər. Amma bu işi də bəyəndim. Elə bilmirəm bu kimdir, hamısı aktyordur, amma çox da qəşəng işləyib, afərin. Məsələn burada da, yenə anime. Əslində Koreyalı insanlardır, deyir necə olub? Əlbəttə ki, maraqlı və gözəl olub. Yəni o bir istiqamətdə baxmaları, üz ifadəsi, xarakteri tutur belə bir qəşəng görsən. Burada məsələn mən bu uşağı şəklini görəndə Ben 10-ə oxşatdım. Qıradakı qızı şlaypalı çox qəşəngdir. Biraz da bu məsələn qurmayı çox qəşəngdir. Risunok deyirik biz bunu uşaqlar. Qurmayı çox qəşəngdir. Biraz da işıq kögə, iş çox qəşəng olacaq. Burada məsələn bu gözlər məni çox qorxutdu bəncə. Amma çox maraqlıdır. Anime şeyə verir. Gözlər məsələn pörtləyə baxır, iri. Məsələn bunu rəngli eləsə, gözlərin göy eləsə çox qəşəng görsənir. Bu iş 11 yaşı var qızımızın və 11 yaşlı uşaqlar üçün əksəriyyətin az yaşlı olduğuna görə mən həmişə müsbət rəy bildirirəm. Çünki uşaqlıq yaşında başlayan ilk işlər həmişə müəyyən stabildə olur və bu da o işlərdə məncə üst səviyyədədir. 13 yaşında bir qızımız moda dizaynında işləri var. Maraqlı görsən və yazıb ki 13 yaşı var. Nə rəsm getməmişəm, yəni rəsmə getməyib. Amma öz üzərində işləyə və həvəsini də davam elətdir. Qəşəngdir, maraqlıdır. Biraz proporsiya deyirik uşaqlar biz. Bədən quruluşu olsun. İnsanın düzgün bədən quruluşunu çəkdikdən sonra çalışın onun üzərində bir paltarı qoyursunuz. Tikirsiniz kimi fikirləşin. Yəni əsasən bədən quruluşu burada önəmlidir. Burada da deyir, yəni doktor bir xanım işləyir. Burada məsələn proporsiya dediyim kimi qollar çox iridir. Amma maraqlıdır. Özündən işləyib əsən. Özünə həmişə, öz fantaziyanı həmişə vərəqə tök. Həmişə özlərində işlə. Həmişə nəyisə yaratmaya çalış. Bax bu çox qəşəngdir bu. Bax bu qolları qəşəng eləyib, saçlar. Çalış geyim üzərində işləyəndə üzə o qədər də fokuslanma. Üz o qədər önəmli deyil. Burada da ümumi götürməmişsən. Çiyin hissəsi görsən. Amma dediyim kimi rəssamlığa getməyib öz üzərində işləyən biri üçün qəşəngdir. Və bu işi mən çox bəyəndim. Əsasən də altdakı ördəyi çox bəyəndim. Çox qəşəngdir həqiqətən. Yağlı boyayla işlənmiş bir işdir. Mən çox bəyəndim əslən. Və mən bu işi görəndə bildim ki bu ChatGPT-dən işlənmiş bir işdir. Çalışın uşaqlar ChatGPT-dən və ya başqa bir şeydən atmayın qətiyyən. Çalışın öz əl işlərinizi atın. Çünki burada bilinir də, yəni baxan kimi bilinir. Avtomatik mən özüm bir müəllim olaraq bunu tez-bazar tuturam. Və bu qızımız da işləyib, maraqlıdır. Gözləri çox bəyəndim. Buruna çox da həmin o detallar ki var, konturları çox da batırma. Çünki adam avtomatik bunun burnuna baxır. Biz gözlər məsələn maraqlıdır. Məsələn bunu çox bəyəndim. Bax, belə qeyri-adi, öz xəyal dünyanıza toxunan, yəni başqalarını da həvəsləndirən, ilk növbədə özünüzə ilham verən şeylər çəksəniz çox qəşəng olacaq. Yəni bir sözlə çox qəşəng. Burada da məsələn, bax burunun o qıraq, gözə qaşı birləşən hissəsi var uşaqlar. Mən özümdə bir vaxtlar ora eləyəndə çox belə gözə salırdım. Sonra gördüm ki, o eləmək lazımdır, amma belə pisdir işin. Bu da qəşəngdir, bu da maraqlıdır, bu da gözəldir. Sadəcə ümumi bütöv götürmüsən vərəqə. Çalışın uşaqlar, komponovka deyirik biz buna. Ümumi biraz xırda götürün, çox da balaca olmasın. Bu da pis deyil, bu da qəşəngdir. Əllər və sağlıq. Gözlərində biraz da işlə. Saçların çalışın uşaqlar. Dərinlik qatın. Məsələn, boyun hissəsi daha tünd olur. Məsələn, burada hamısı tünd aparıb. Amma işini bax nə qəşəng fayla salıb əsən. Baxın uşaqlar, bir öz əl işlərinizdə
belə zərif formada yanaşan, səliqəli saxlamaq üçün. Məsələn, mən özüm səliqəli saxlamışam, atmışam, itirmişəm. Bilmirəm hara, hansı cəhənnəmdədir, harasa qoymuşam. Cəhənnəm demək, yəni o kimisə əlinə düşüb, kimisə uşağın içində və bu iş mən və bu işi çox bəyənmişəm. Baba dərinlik dediyim, işıq kölgə dediyim, bax uşaqlar sizdən gözlədiyim budur. Əlbəttə ki, hər kəsin öz potensialı var, amma həqiqətən bu işi mən çox bəyəndim. Həqiqətən bir sözlə. O qızın gözləri olsun, əsasən də saç və gül olan hissəsi çox qəşəngdir və bu iş bütün bu işlərin içərisindən seçilən işlərdən biridir. Hər birinizin işi çox qəşəngdir, amma özünüz də görəcəksiniz ki, bu iş çox fərqlidir. Və 14 mən təcrübələndirən nədir? 14 yaş. Və bu qızımızın işi də çox maraqlıdır. Və bu qızımız da eyni işi işləyəndir. Belə işlər çox görürəm və çox xoşuma da gəlir. Məsələn, bu da qəşəngdir. PUBG Mobile oynamamışam. Kim oynayıbsa şərtdə bildirsin. Oynamamışam doğrusu və burada da qızımız bu işini çox bəyəndim. Məsələn, mənə atdıqları işlərdən bir kəpənək olana, bir də bunu çox bəyəndim. Və deyir ki, bəyənmədiyi bir işidir. Məncə elə deyil. Çox qəşəngdir. Yəni atdığı işlərdən, bəyəndiyim işlərdən və bu qızımız hər dəfə atır öz əl işlərini və hər dəfəsində də həqiqətən heyran oluram. Belə də davam elə həqiqətən. Bu dərinlik olsun. Uşaqlar işıq kölgə anlayışı məhz burada var. Necəm? Tünddən açığa doğru. Açıq hamısını uşaqlar çalışırlar, eyni tonda eləməyə çalışırlar. Çalışın elə etməyə. Həqiqətən də özünüz zaten işləri müqayisə eləyə görəcəksiniz fərqli. Məsələn, bu uşağımızda da maraqlı görsənir təbəssümü ilə. Həqiqətən maraqlıdır. Uşaqlar, yəni belə işləyin. Hər dəfə işləyin və atın. Xəvvərin davamı da yazır. Xəvvər düz oxudum. Qəribə maraqlı addır. Məsələn, bu işdə mən bu işi nəyə görə bəyəndim? Uşağın durduğu proporsiyasını çox bəyəndim. Beni fərqli, qeyri-adidir. Yəni heç kim belə bir fərqli bir baxışla işləməz. Bax, fərqinizi qoyun ortaya. Məsələn, baxın məşq eləyib. Bir gözü çəkib, burnu çəkib, ağzı çəkməyib, ağzı da çalış işdə. Göz həmişə çətin olur uşaqlar. Bilirəm, hamı çəkəndə onun gözü oxşadır. Amma başqasının gözünü oxşatmaq məsələsi var. O özü çətindir. Məsələn, fəza fiqurlarını işləyib, xəvvar, afərin. Bax, bunu wow səviyyədə işləsən, işıq kölgəni təyin etməyi öyrənərsən, komponovkanı öyrənərsən. Ümumiyyətlə, rəssamlığın sirləri bu fəza fiqurlarından, naturadan gizlidir uşaqlar. Məsələn, bu işdə qəşəngdir. Bax, məşq eləyib deyə, bax, burada bir yerdə işləyəndə qəribə görsən. Məsələn, burada da. Burada nəsə işıq kölgəni nəsə təyin etməyə başlayır. Və bu işi həqiqətən çox bəyənmişəm. Bir dənə də işi var, qızımızın narını işləyib, yağlı boya. Onu bir yerdən görərsiniz. Məsələn, bu işi çox bəyənir. Deyəsən, burada yağlı boyadır ya da akrilik boyadır. Və 17 yaşı var qızımızın. Və buradakı işi də çox qəşəngdir. Dediyim o nar demişdim. Ha, baxın, narın dənələri, o bilik olan hissələri tam aydın görsənir. Və fonu tünd göy formada qara tonları etməyi işi daha da, həmin narı daha da qabağa çıxarıb. Mənzərə, baxın, mənzərə işləməyəndə uşaqlar çalışın, dərinliklər qatın. Mən bu işi də bəyənmişəm. Ya qızımızın neçə yaşı var görəsən? Bu iş mənə tanış gəldi. Kim sizə də tanış olur, mütləq digər serilərimizdə olan. İşte, deyəsən o dəfə yarımçıq idi, bu dəfə tamdı. Burada da mənzərə görürsünüz və mənzərəni uşaqlar həmişə bu formada fırlatmıram. Məsələn, buradakı qızımızın işi də rəngarənglik, əlvanlıq. Adam baxanda həvəsə gəlir. Deyir ki, hə mən də çəkim də, başqası çəkir, mən də çəkim. Burada da iş qəşəngdir. Burada maraqlıdır. Bir də sürətli danışıram uşaqlar. Fondakı səsə görə də üzürdü. Sayan. Dedim sizə əl işlərinizi göstərin bu formada. Bu da qəşəngdir. Bax, eynəyini bəyəndim, naşnikini bəyəndim. Dodaqlarda maraqlı. Bax, indi bu başqa məsələ. Bax, belə məşqlər görəndə çox sevinirəm. Çünki uşaqlar, siz öyrənirsinizsə rəssamlığın sirlərini, belə məşqlər atanda avtomatik öyrənməyiniz 2 qat asanlaşa bilər. Bax, natura. Afərin, naturmort. Bax, bu da çox maraqlıdır. Əhsən, belə davam elə. Yəni işini daha da belə dolğun, gözəl, maraqlı eləmək istəyirsənsə, naturmortu öyrən. Naturmortu öyrəndə işıq kölgə, komponovka. Bax, burada naturmortu işləyirsə, bax görsən, onun işindəki bu dolğunluq, həzmlilik necə görsənir, necə də maraqlı görsənir. O demək istədiyim məhz budur uşaqlar və afərin. Bax, proporsiya deyəndə bu işdəki məsələn dekorativlik var, geyimi də qəşəngdir. Sadəcə qolu mənə sataşdı, amma belə pis deyil, afərin, maraqlı işləyir. Məsələn, bunun qırmızı tonlarda işləsə, bu qəşəng olacaq. Və bu ölü gəlin idi deyəsən. Hər dəfə bunun makyajını da eləyirlər. Bu da qəşəngdir, oxşadır. Yəni baxan kimi bildim odur. Bu da qəşəng naturmort. Görəndə nəsə sevinç
hər bir müəllimin gözündə yaranır. Çünki uşaqlar bunları istəyəndə həvəssiz yanaşırlar. Amma bilmirlər ki, çox şey itirirlər. Məsələn, bu da qəşəngdir təyyarə. Qalxır deyəsən. Maraqlıdır. Rəng tonları olsun. Pis deyil. Hansı texnika ilə işləyib görürsən? Quaşa oxşuyur. Və bu iş də qəşəngdir bax. Sarını biraz çox şey eləyib. Yəqin gün batımıdır ya da səhər doğuşudur. Mən burada suyu çox bəyəndim. Yəni maraqlı işləyib həqiqətən. Quaşla işləyib. Yəqin quaşla işləyib, amma quaşa da oxşamır. Baxın, bu işdə mən gah yol gördüm, gah da at gördüm. Və məsələn bu işdə də maraqlıdır. Biraz dekorativlik var. Dekorativ tətbiqi sənətə yaxındır və bu da maraqlı bir şey. Bax bu güllər çox qəşəngdir. Həmin qızımız heç 12 bax qeyd edək. Yaş mənim üçün çox önəmli uşaqlar. Çünki mən gedib 12 yaşlı uşaqdan 22 yaşlı bir potensial görə bilmərəm. Və o haqqım da yoxdur ki, o uşaq inkişaf səviyyəsində. Məsələn bu Pinterestdə olan bir şəklimizdir və çox bəyəndim. Afərin. Özünə formada işləyib. Pinterestdə fərqlidir, özü biraz fərqli eləyib, oxşatmaya çalışıb. Və bu da özü də uğurlu bir şeydir. Bax Zəfərə aid. Bunu da görmüşəm Pinterestdə. Yəni həqiqətən bu da maraqlıdır. Yəni belə davam elə. Nə qədər işləsən, nə qədər şey eləsən, sənin üçün bir o qədər faydalıdır. Öz üzərində işlə və daha da doğru. Bax bu mənzərəni çox bəyənmişəm, həddindən artıq. Çox bəyəndiyim mənzərələrdən biri də əsasən bu su hissəsi, üstəki şam ağacları olsun. Rənglər təmizdir, həzz alın və Zəfərə aid. Əhsən. Həmçinin yazı da qeyd edib və yekun. Və bu işimizlə yəni bu serini yekunlaşdırırıq. Əlbəttə ki, bu seri hər dəfə davamlı formada gələcək. Siz də özünüz, öz rəsmlərinizə, öz əl işlərinizə icmal atın ki, başqaları da görsün, başqaları da ruhlansın və siz də öz əl işinizi görəndə sevinin. İnşallah digər videolarımızda görüşənədək hələlik.